nə? Bir tərəfli. Bəli, daxili bir tərəfli. Və Dəniz, daxili bir tərəflərin xassəsi nə idi? Cəmi 180. Ay, sağ ol. Deməli, alfa ilə betanın cəmi 180. Davam elə indi. Onda elə 3 alfa, yəni alfa üstəgəl 2 alfa bərabərdir 180. Aha, 3 alfa. Bəli, bəli, bəli. Alfa da bərabərdir 60, beta da bərabərdir 100. Elə alfanı istəyir onsuz da. Elə alfa. Alfa 60. Yəni itidimi, kördümü, düzdümü, açıqdımı o cəhətdən necə növ bucaqdır? Açıq olar, açıq. Hara açıq, açıq bucaq 180. Kör bucaq. Kör bucaqdır. Aha, deməli bir dənə kör bucaq çəkirik 120 dərəcəlik. Sonra deyir ki, onun tərəfləri arasından keçən şua. Bu nə deməkdir? Heç də